Salam dostlar, Füyuzat televiziyasında mən Tural İsmayılovun təqdimatında arxa plan verilişinin növbəti buraxılışını izləyirsiniz. Bugün bizim dünyamız real savaşlarla yanaşı hibrid təhlükələrlə üz-üzə qalıbdır və hibrid təhdidlərin coğrafiyası çox genişdir. Hətta bəzən real savaşlar məhdud coğrafiyalarda aparılsa da dünyanın hər yerində dövlətlərin dövlətlərə, eyni zamanda şirkətlərin şirkətlərə qarşı hibrid mübarizə üsullarından istifadə etdiyini görürük. Bugün bu məsələlər ətrafında maraqlı bir müzakirə aparacağıq. Studiyamızın qonağı Cumhuriyyət qəzetinin baş redaktoru Rafael Becanovdur. Rafael müəllim, xoş gəlmisiniz. Təşəkkür edirəm dəvətə görə. Təşəkkür edirəm. Siz bir dəfə də bizim verilişimizdə qonaq olmusunuz. Media savadlılığı ətrafında müzakirələr aparmışdıq. Hibrid təhdidlər nə qədər ciddidir Rafael müəllim və o təhlükələrə qarşı mübarizədə media mənsubları olaraq bizim üzərimizə düşən əsas yük nə olmalıdır? Hibrid təhlükələr və hibrid müdaxilələr müasir dünyanın ən aktual problemlərindən biridir. Təbii ki, bu illər öncə də mövcud olub. Sadəcə olaraq indi yeni dünya, yeni zaman və internet texnologiyaları o qədər sürətlə inkişaf edib ki, biz bunu gözlə görürük, hiss edirik və yaşayırıq. Əslində 60-cı, 70-ci illərdə, yəni ötən əsrin 60-cı, 70-ci illərindən belə bu məsələlər var. Tutaq ki, SSR-nin Əfqanistana 79-cu ildə, 80-ci illərdə daxil olması, Amerika-Vyetnam müharibələri, bütün bunların hamısının arxasında həm də bir hibrid savaş dayanırdı, hibrid müdaxilə dayanırdı, hibrid müharibə dayanırdı, amma onu cəmiyyətlər hiss etmirdilər. İndi isə hər şey ortadadır, açıqdır və internet o qədər sürətlə inkişaf edir ki, bunu hər birimiz hiss edirik və ən təhlükəli tendensiyadır. Ona görə ki, bu ənənəvi və daimi, yəni öyrəşdiyimiz hərbi müdaxilənin yeni bir formasıdır, gizli bir formasıdır. Bu baxımdan çox təhlükəlidir və biz cəmiyyətlər olaraq təkcə bu bizə aid deyil, hesab edirəm ki, bütün millətlər, dövlətlər, xalqlar bu məsələdə bunun ağrısını, acısını öz üzərlərində hiss eləyirlər. Hətta bu deyir ki, Rusiyanın Ukraynaya hücumundan öncə də bu məsələ var idi. Suriyada da bu məsələ var idi və deyir ki, Amerika Birləşmiş Ştatları İraqa girəndə belə bu məsələ var idi. Əvvəlcədən insanları ictimai rəyi dəyişirlər. Yəni, hibrid müdaxilə budur. Bu təkcə həm də inkar oluna bilən bir müharibədir. Yəni, burada deyir ki, əks demək olur ki, mən burada iştirakçı deyiləm. Halbuki bunu təşkil edənlər, bu savaşı aparanlar, bu prosesi daha dərindən tətbiq edənlərdir. Deyirlər ki, bəs İraq ordusunda, yəni deyək ki, Səddam Hüseyin bioloji, kimyəvi silahlardan istifadə edir. Amma üstündən bir 15 il keçəndən sonra məlum oldu ki, ümumiyyətlə onlarda kimyəvi silahlar olmayıb. Söhbət burada Səddam Hüseyin rejiminin yaxşı və yaxud pis olmağından getmir. Söhbət bu texnologiyadan gedir, tətbiq olunan qaydadan gedir. Və bu hibrid müdaxilələrin özünün məqsədləri var. Öz məqsədlərinə çatmaq üçün onun tətbiq etdiyi gizli və açıq yollar var. Bu, hətta müharibələrin gedişində belə tətbiq olunur. Hərbi qulluqçuların ələ alınması ilə, dinc dövrdə, sülh dövründə belə bu hibrid müdaxilələr və müharibələr təhlükədir. O cümlədən də biz bunu Azərbaycana qarşı da hiss etməyə başlamışıq. Daha doğrusu, xüsusən də 2020-ci il 44 günlük Zəfər müharibəsindən sonra, qələbəsindən sonra bu məsələ biraz da aktuallaşıb. Azərbaycana qarşı müxtəlif formalarda müxtəlif dövlətlər, bəzi beynəlxalq təşkilatlar bu müdaxilələrə cəhd edirlər. Təbii ki, Azərbaycan cəmiyyəti, mən hesab edirəm ki, hazırlıqlı cəmiyyəti və hazırlıqlı cəmiyyətlər... Elə hesab edirsiniz. Elə hesab edirəm və hesab edirəm ki, Azərbaycan cəmiyyətində buna nail olmaq o qədər də mümkün deyil. Rafael müəllim, siz 44 günlük Vətən müharibəsi dövründə bizə qarşı olan hibrid təhdidlərdən danışdınız. Əslində bu proses indi də davam edir. Məni maraqlandıran əsas məqam nədir? Mən bu barədə özüm də araşdırmalar aparıram. Hibrid təhdidlər əsasən məsələn ölkəmizə qarşı olanlar sosial media üzərindən yayılır. Yəni ciddi media, bizim televiziyalarımız, saytlarımız, qəzetlərimiz təbii ki, dezinformasiyaya qarşı ayıq-sayıqdırlar. Amma bəzən xaricdən ölkələrə qarşı edilən hibrid təhdidlərdə özünü dünyanın nüfuzlu media orqanı və yaxud da qəzeti adlandıran kütləvi informasiya vasitələri də iştirak edir. Peşəkar mediadan danışan qərb dövlətlərində ən ciddi qəzetlərdə dezinformasiyalar və fake newslar yayılır. Bunun səbəbi nədir? Bu media ümumiyyətlə belə deyək də cəmiyyətin əsas sütunlarından biridir. Və
hazırda media kommersiyalaşıb və biznes sahəsinə çevrilib. Yəni ona görə də milli həmrəyliyi, harmoniyanı təşkil edə bilmir. Və bu baxımdan bütün media quruluşları deyək ki, məhz o məqsədlə, yəni tələbin mediasına çevrilib. Tələbin mediasına çevrilib və nə tələb olunursa, yəni izləyici, oxucu kütlə nə tələb edirsə, media artıq onu, yəni özünün biznes maraqlarını ifadə etmək üçün, kommersiya maraqlarını ifadə etmək üçün onlardan istifadə edir və bu baxımdan mən hesab etmirəm ki, onlar peşəkar deyil. Sadəcə olaraq dediyimiz kimi, məhz biznes maraqları, daha çox oxucu toplamaq, daha çox nə bilim IP əldə etmək. Bu baxımdan medialar bu məsələyə bilərəkdən daxil olurlar və bilərəkdən iştirakçıya çevrilirlər. Əslində bu cəmiyyət üçün amma böyük bir təhlükədir. Yəni istəyir bu bizdə olsun, istər bir hansı bir xarici bir ölkədə olsun, cəmiyyətlər üçün təhlükədir. Çünki hibrid müdaxilə və hibrid müharibə bu informasiya sistemin, iqtisadiyyatı, hətta cinayətkar qruplardan belə istifadə etməyə cəhd edən bir müdaxilə formasıdır. Bunu bəzi dövlətlər, məsələn Rusiya bunu özünün hərbi doktrinasında artıq qeyd edib və bu hərbi doktrinada qeyd olunub. Amma deyək ki, başqa dövlətlərdə belə hərbi doktrinada qeyd olunmasa da belə, sadəcə olaraq hamısı bu prosesin nəyə nail ola biləcəyini ehtimal eləyir. Burada məqsədlər nədir? Məqsədlər ondan ibarətdir ki, ictimai rəy dəyişirsən, ictimai rəy dəyişəndən sonra xalqı istənilən istiqamətə təhrik etmək mümkündür, yönləndirmək mümkündür. Bu baxımdan da həmən media quruluşları da məhz bilərəkdən o prosesin iştirakçısına çevrilirlər. Bunun da səbəbi dediyimiz kimi milli təhlükəsizlik konsepsiyasından məsələyə yanaşmamaqdır. Bu məsələnin mahiyyəti bundadır. Bu yəni peşəkarlıq məsələsi deyil. Bu peşəkarlıq hesab edirəm ki, qərb mediasında peşəkarlıq yüksək səviyyədədir. Sadəcə öz maraqları, eyni zamanda isə bağlı olduqları siyasi qrupların maraqlarını ifadə edən bir xidmət həyata keçirirlər. Bu baxımdan da, yəni mən belə düşünürəm ki, məsələ bundan. Rafael müəllim, bəs siz həm bir xəbər portalının, həm də bir qəzetin baş redaktorusunuz. Sizcə hibrid təhdidlərə qarşı indi bugünkü dünyada qəzetlər daha mübarizədə daha aktual ön plana çıxır, yoxsa xəbər portalları? Bu müqayisə biraz qəribə səslənir. Çünki ona görə ki, hər bir subyekt öz işin görməklə məşğuldur. Yəni bu günləri deyək ki, qəzet oxucuları ilə deyək ki, onlayn media oxucuları arasında fərq var. Yəni o baxımdan ki, onlayn media oxucuları daha çoxdur. Çünki informasiyanın sürəti elədir ki, hər bir kəs o informasiyanı daha tez əldə etmək istəyir. Deyək ki, print mediada isə biraz fərqlidir məsələ. Yəni baş verən hadisəni informasiya şəklində çatdırmaq artıq oxucuya ehtiyac deyil. Çünki həmən oxucu onlayn formada onunla tanış olub. Burada print medianın üzərinə düşən məsələ bu məsələnin araşdırılması, tədqiq edilməsi, bir tədqiqat aparılması və real nəticəni, onun törədə biləcəyi xətaları və sair kimi elementləri oxucuya çatdırmaqdır. Onlayn mediada təbii ki, bu işləri görür amma bunlarda deyək ki, ikisini bir-biri ilə müqayisə etmək mən düşünürəm ki, yol verilməzdir. Çünki faktiki olaraq zamanın tələbinə uyğun olaraq hər kəsin qarşısında duran bir vəzifə var. Hər biri öz vəzifəsini həyata keçirdir. Onlayn mediada mübarizə aparmaq daha rahatdır. Ona görə ki, anında reaksiya vermək mümkündür hər hansı bir məsələyə, baş verən bir hadisəyə və yaxud hər hansı hibrid müdaxiləni hiss edirsənsə, bunun deyək ki, alternativin artıq sən daha tez ortaya qoya bilirsən. Print mediada isə biraz bu zaman aparacaq məsələdir, amma onun da öz yükü var, öz dairəsi var, öz ağırlığı var. Yəni orada elə bir material hazırlamaq olar ki, bu material cəmiyyətə daha tez təsir etsin, oxucunu daha tez özünə cəlb eləyə bilsin, nəinki qısa bir informativ bir məlumatla. Hesab edirəm ki, bunlara biraz fərqli yanaşmaq lazımdır. Süni intellektlə bağlı ciddi bir problematika ilə biz üz-üzə qalmışıq və dünyada artıq belə çağırışlar edir ki, süni intellektə mövzu atanda o sənin üçün məqalə yazıb göndərə bilər. Və deməli, süni intellekt həm də hibrid hücumlarda bir vasitəyə gələcəkdə çevrilə bilər. Bu doğrudan da bütün media əhli üçün ciddi bir
problemə çevrilə bilərmi yaxın gələcəkdə? O təkcə media əhli üçün yox, bütün cəmiyyət üçün təhlükədir, dediyimiz kimi. Amma media əməkdaşları deyək ki, bununla bağlı, bunun yaxşı tərəfi də var, pis tərəfi də var. İlk növbə o məsələyə toxunaq. Yəni yaxşı tərəfi odur ki, daha az əməklə, daha az əmək sərf etməklə hansısa bir yazını, məqaləni, deyək ki, mövzunu hazırlamaqdır. Başqa bir tərəfi var ki, artıq iş yerlərinə, adamlara təsir edəcək. Yəni, əgər mən bunu süni intellektlə hazırlaya bilirəmsə, deyək ki, mənim də əməkdaşa nə ehtiyacım var? Çox üzr istəyirəm. Bir məsələyə toxunum. Deməli, süni intellektdə jurnalistlər yazını yazırlar və göndərirlər ki, burada Azərbaycan dili orfoqrafiyasında olan səhvləri tap və nöqtə vergülünə qədər yazını düzəldib göndərir. İndi bu uzun illərdir redaktor olmusunuz, baş redaktor olmamışdan əvvəl mənim özüm də xəbər portalında redaktor, baş redaktor işləmişəm. Bu doğrudan elə birinci növbədə redaktorluq peşəsi üçün bir təhdid deyilmi? Bir təhdiddir. Amma bunun ən əsası isə deyək ki, bu dezinformasiyanın yayılmasında, yəni kiminsə bir ağlının dırnaq arası məhsulu daha tez yaya bilər və bunun da qarşısını almaq biraz çətindir. Yəni canlı insan belədir ki, bunu bir oxuyanda bir düşünürsən, yəni bu doğrudan da burada nədir və yaxud xəbərin mənbəyin bir dəqiqləşdirmək, informasiyanı bir araşdırmaq məsələsi var. Bu süni intellekt onu sənin üçün araşdırası deyil. Yəni sən nə istəyirsənsə sənə onu təhvil verəcək. Bu baxımdan bu çox ciddi təhlükədir əslində. Yəni həm peşə baxımından, həm də cəmiyyəti təhdid etmək baxımından. Çünki bayaq dediyimiz kimi, yəni hibrid təhlükədən biz danışanda mən bayaq söz arası dedim ki, hətta cinayətkar qrupları belə öz tərəflərinə çəkmək məsələsi var. Yəni bunun bir qarşısına qoyduğu məqsədlərə nail olmaq üçün bütün yollar inkar edə biləcəyi şəkildə bütün yollar bunun üçün keçərlidir. Yəni bunu birbaşa deyək ki, mən burada iştirakçı deyiləm. Amma əslində bunun arxasında duran bir subyektdir. Bunu inkar etmək çox rahatdır. Bu baxımdan o hibrid müdaxilələrin çətinlikləri və problemləri çox ciddidir. Onun istər mediaya, istər iqtisadiyyata, istər deyək ki, mədəni, hətta milli mədəni hüquqlara belə müdaxiləsi mümkündür. Məsələn, deyək ki, 5-6 il bundan qabaq bir Almaniya qəzetlərinin birində yazmışdılar ki, Amerikanın 2000 tankı Almaniyaya yerləşdirildi. Bəli. Halbuki bu oradan 2000 tank oraya yerləşdirilmirdi. Başqa bir əraziyə gedirdi. Onun da ki, təqribən heç ondan biri bəlkə Almaniya ərazisindən keçib gedirdi. Amma bu böyük bir skandala çevrildi. Yəni bütün cəmiyyət başladı bunu müzakirə eləməyə. Yəni sadəcə bir cümlə belə. Yəni bu əslində o cəmiyyəti silkələmək üçün idi. Cəmiyyətin ictimai rəyi öyrənmək üçün idi. Və bunlar hamısı hibrid müdaxilənin və müharibənin bir tərkib elementlərindən biridir. Dediyimiz kimi, yəni hazırda Azərbaycana qarşı da biz bunu müşahidə edirik, şahidi oluruq. Ermənistanı bir tərəfdən silahlandırırlar, bir tərəfdən sülh prosesindən danışırlar. Bir tərəfdən isə bizim haqlı işimizə kölgə salmaqla məşğuldurlar. Yəni biz deyək ki, kimlərisə ölkədən qovmuşuq və yaxud deyək ki, hansısa mədəni abidələrə biz müdaxilə etmişik. Məsələn, biz bu yaxınlarda özümüz həmən işğaldan azad olunmuş ərazilərdə olduq. Yəni, orada heç bir hansı millətə mənsub, hansı etnik qrupa məxsus milli mədəni abidə varsa, onlar olduğu kimi də durur. Biz onları gözümüzlə gördük. Amma bunun biz əksinin şahidi oluruq. Deyək ki, həmən maraqlı tərəflər öz siyasi maraqlarını həyata keçirmək üçün Azərbaycanda istəyirlər ki, media subyektlərinə bir nüfuz etsinlər, qeyri-hökumət təşkilatlarına nüfuz etsinlər, o cümlədən hətta siyasi partiyalara belə nüfuz etsinlər ki, onları öz tərəflərinə çəkib gələcəkdə, perspektivdə Azərbaycanda nüfuz agentləri yaratsınlar. Tutaq ki, biz çox vaxt danışırıq ki, ölkədə bir siyasi dialoq mühiti var. Amma bu siyasi dialoq mühitin hal-hazırda hər biri, həmən o nüfuz agentləri və onların bağlı olduğu qruplar hədəfə alıb.
Hökmən deyək ki, bu siyasi dialoq olmalıdırsa, bunu hansısa bir beynəlxalq təşkilat gəlib həyata keçirməlidir. Onların fikirlərini ifadə etməlidir. Yəni bunu biz birbaşa özümüz edə bilmərik. Bunların hər biri yəni hibrid müdaxilənin tərkib elementlərindən biridir. O cümlədən də yəni mediamıza qarşı və bu məsələdə də təbii ki, ilk növbədə siz də bayaq onu xüsusi qeyd elədiniz, sosial şəbəkələr də çox ciddi subyektlərdən biridir. Yəni sosial şəbəkələrdə bu prosesi daha tez və daha çevik və daha təsir edici aparmaq mümkündür. Çünki mediada biz bu söhbətimiz əsnasında həm siz, həm mən onu dedim ki, biz bunu deyib ki, araşdırırıq, öyrənirik, doğrudan burada həqiqət payı nə qədərdir. Amma sosial mediada bunu bir qarantiyalaşdırmaq mümkün deyil. Rafael müəllim, vaxtımız çox məhduddur. Çox qısaca istəyirəm bu sonuncu suala da cavab verək. İndi siz bayaq söylədiniz, doğrudan bilərəkdən bəzən o dezinformasiyanın ruporuna çevrilən media qurumları qlobal arenada var və bunların içərisində nüfuzlu media qurumları da var. Jurnalistlər o hibrid təhdidin bir ünsürünə çevrilməmək üçün bilməyərəkdən söhbət gedir. Nəyə diqqət etməlidirlər? Çox qısaca rica edirəm bunda cavablanın. Bunun bir ənənəvi forması var da, yəni bunda biz sizlə ötən verilişlərimizdə danışdığımız savadlıq məsələsidir. Media savadlığı xüsusilə önəmlidir. Yəni bir informasiya bir mənbədən təsdiq oluna bilməz. Xüsusilə o informasiya əgər cəmiyyətə təsir etmək gücündədirsə. Yəni bu informasiyanı bir mənbə ilə müzakirə edib və onun əsasında rəyə gəlmək mümkün deyil. Hökmən bunun əsaslı şərtləri, mənbələri və təsdiq olunmuş məlumatları olmalıdır. Yəni jurnalistlər sadəcə olaraq peşə etikasına əməl etməklə, özlərinin media savadlığına diqqət etməklə, yəni mediada işləmək elə media savadlısı olmaq demək deyil. Yəni biz media savadlığın hətta cəmiyyətə təbliğ eləyiriksə ki, hər bir insan, fərd, gənc bu media savadlılığına malik olmalıdırsa, bu ilk növbədə təbii ki, bizim jurnalistlərimizin özünə aiddir. Yəni biz özümüz birinci o media savadlığına nail olmalıyıq ki, o prosesləri dəqiqləşdirə bilək. Qərəzsiz, dəqiq, obyektiv olmaq lazımdır və təsdiq olunmuş informasiyalar əsasında işləmək lazımdır. Bəzən düzdür, biz xarici təhdidlərə, o təhdidlər ki, bizim cəmiyyətimizə, milli mentalitetimizə, milli maraqlarımızın əleyhinədir, biz orada obyektiv ola bilmərik. Daha doğrusu obyektiv ola bilərik, amma tərəfsiz ola bilmərik. Biz tərəf olmalıyıq. Yəni bu bizim həm də vətəndaşlıq borcumuzdur. Biz jurnalist olmazdan əvvəl, deyək ki, bir ictimai fəal olmazdan əvvəl, siyasətçi olmazdan əvvəl həm də bir vətəndaşlıq və bizim vətəndaşlıq borcumuzdur. Təşəkkür edirəm Rafael müəllim, çox sağ olun. Çox sağ olun, mən də sizə təşəkkür edirəm dəvətə görə. Xatırladım ki, bugün mənim qonağım Cumhuriyyət qəzetinin baş redaktoru Rafael Becanov idi. Biz hibrid təhdidlər və onlara qarşı mübarizə üsullarından danışdıq. Hibrid təhdidlər savaşlardan da daha çox davam edir və insanlıq var olduqca davam edəcək. Ona görə hər birimiz hibrid təhlükələrə qarşı ayıq-sayıq olmalıyıq. Sağ olun, salamat qalın.